Salam dostlar. Mən uzun müddətdir Dubayda yaşadığım müddətdə yeni bir ənənə ilə tanış oldum. Mənim dostum, böyük qardaşım Alperin ailəsində tez-tez bu Thanksgiving adlı bir bayramı qeyd eləyirdi. Bu adət-ənənə mənim çox xoşuma gəldi və başa düşdüm ki, bizim cəmiyyətdə çatışmayan bir şeydir ki, biz bir-birimizə çox sağ ol deməyi, minnətdarlığımızı bildirməyi unuduruq və yaxud ümumiyyətlə eləmirik və yaxud bunu bir utanmalı bir şey kimi qəbul edirik. Amma bu çox önəmlidir. Yəni insanlar sənin təmasda olduğun, işlədiyin insanlar sənin onlara minnətdar olduğunu bilməlidirlər, anlamalıdırlar və biz bir-birimizə minnətdarlıq bildirməyi öyrənməliyik. Ona görə bu il mən Dubayda ola bilmədim. O adət-ənənəni öz daxilimizdə davam eləmək istəyirəm. 2020 çox çətin il oldu və bir çox şeylərdən keçdi, amma ən böyük minnətdarlıq bizim ordumuza, hərbiçilərimizə düşür ki, onlar həqiqətən bizim milli qüruru bərpa elədi və hal-hazırda, yəni hamımız onun həyatımızda müsbət təsirini hiss edirik ki, hamı yaşamağa daha həvəslidir, yaratmağa daha həvəslidir. Bizə də, mənə şəxsən və mənim komandama da bu təsir eləyib. Həmçinin komandama çox böyük minnətdarlıq bildirmək istəyirəm ki, onlar uzun müddətdir mənim tutduğum yolda mənə dəstək olurlar. Kənardan biraz fərqli görsənir, yəni hər şey toğrul eləmiş kimi görsənə bilir. Amma həqiqətən görülən işlərin arxasında çox güclü komanda durur, güclü leadership durur. Yəni özümü nəzərdə tutmuram, komandada olan menecerləri nəzərdə tuturam. Sözsüz ki, komandada hər kəsin rolu çox yüksəkdir. Hər kəs öz payına düşən vəzifəni maksimum icra eləməyə çalışır. Amma bir neçə nəfəri xüsusi qeyd eləmək istəyirəm ki, bizim Head of Engineering Cahangirə çox böyük minnətdarlığımı bildirirəm ki, bizim komandada olan mühəndisləri böyüdür, onların üzərində daim işləyir, daim problemləri araşdırıb, onu aşkarlayıb, həll eləməyə çalışır. Bizim Product Manager Dünyaya təşəkkürümü bildirirəm ki, Bağlans məhsulunu mənim çiynimdən götürüb tamamilə və sərbəst şəkildə apara bilir. Bizim başqa layihələrdə İmla layihəsinin komandasına ümumilikdə təşəkkür bilmək istəyirəm ki, çox əjdaha iş gördülər 2020-ci il ərzində və maraqlı nəticələr əldə elədik. 2021-də də əminəm ki, daha yaxşı nəticələr əldə eləyəcəyik. İnvestorlara təşəkkürümü bildirmək istəyirəm ki, onlar olmasaydı biz çox güman ki, o resurslarımız olmayacaqdı bu böyük layihələri eləməyə. Müştərilərə də təşəkkürüm ki, yenə də onlar olmasaydı biz onlardan aldığımız rəylər nəticəsində məhsulu böyüdə bilməyəcəkdik, onu inkişaf etdirə bilməyəcəkdik. Həmçinin məni dəstəkləyən dostlarıma, ən yaxın iki dostum var, Məmməd və Xəyyam, daim məni dəstəkləyirlər. Alper, mənim böyük qardaşım Dubaydakı, hansı ki, məni daim mentor kimi dəstəkləyir, öz təcrübəsini paylaşır. Həmçinin ailəm də çox böyük dəstəkçimdir, ən çətin hallarda belə dəstəkləyirlər məni. Xüsusən valideynlərimə, yəni biz ümumiyyətlə sahibkarlar, iş görənlər və yaxud hər hansı bir nailiyyəti olan insanlar çox tez-tez unudur ailənin rolunu. Nə mənada, yəni biz nələrsə özümüz eləyirik və fikirləşirik ki, bizə malades, biz hər şeyi özümüz elədik. Amma biraz dərin fikirləşəndə başa düşürük ki, biz həyatımızı da, uğurlarımızı da valideynlərimizin qurduğu bazanın üzərində qururuq. Yəni onlar möhkəm bir baza bizim üçün təmin edirlər. Onun üzərində biz də bir böyük bir şey quranda deyirik ki, hər şeyi özümüz elədik. Amma reallıq odur ki, hamının bəxti eyni cür gətirmir. Yəni doğulduğun ailənin sənin gələcək həyatında birbaşa rolu olur. İndi o da bəxt məsələsidir. İndi kimsə bəxti çox gətirir, kimsə bəxti biraz az gətirir. Ona görə bəxtimizin gətirdiyinə görə, yəni minnətdar olmalıyıq. Nə bilim kainata, Allaha, indi kim nəyə minnətdar olursa ki, fərqli yerdə doğulsaydıq, yəqin ki, fərqli həyat sahibi olacaqdı. Ola bilər daha yaxşı, ola bilər daha pis. Amma əlimizdə olanı dəyərləndirib minnətdar olmalıyıq. Belə 2021-ci il üçün ümidlərimiz çoxdur. Ümid edirik ki, 2021 daha maraqlı, daha necə deyim, dəyərli olacaq bizim üçün. Öz adımdan, öz komandamın adından fikirləşirəm ki, biz 2021-də hamınızı maraqlı layihələrlə, maraqlı nəticələrlə, maraqlı xəbərlərlə təəccübləndirəcəyik. Yeni iliniz mübarək, özünüzə yaxşı baxın.